Eyni ərazidə yerləşən birinci sətrin əks olunan radiasiyası 30 kcal/m², udulan radiasiya 90-dır. İkinci sətrin albedosunun 60% olduğunu bilərək udulan radiasiyanın miqdarını hesablayın. Deməli, biz bilirik ki, ərazidə əks olunan və udulan radiasiyanın cəmi ümumi radiasiyadır. Və burada 90 udulan, 30 da əks olunan radiasiyadır. Hər ikisini toplayırıq. Tapırıq bununla da ümumi radiasiyamızı. Bu olur 120. Daha sonra mənə deyir ki, birinci səthdə ümumi radiasiyan bu qədərdir. Lakin ikinci ərazi var ki, bunun albedosu 60%-dir. Albedo əks olunma deməkdir. Və 120-nin 60%-i əks olunubsa, 120-nin 60%-ni tapıram. 60-a vururuq, 100-ə bölürük. Sıfırlar gedir, 72. Deməli, 120-dir ümumi radiasiya, 72-si albedo, yəni əks olunub. Mən tapmalıyım udulan radiasiya. Onu tapmaq üçün də 120-dən çıxıram 72-ni. Cavab alınır 48. D variantı.